Space TV əməkdaşlarının 2026-cı ilin mart və aprel üzrə gecikmiş əmək haqları tam həcmdə ödənilib. Bu barədə Space TV məlumat yayıb. Bildirilib ki, hazırda şirkətin qeyd olunan dövr üzrə əməkdaşlar qarşısında hər hansı maliyyə öhdəliyi mövcud deyil. Maya aid əmək haqlarının da yaxın günlər ərzində ödənilməsi nəzərdə tutulur. Sevilən səhər verilişinin keçmiş aparıcısının səsləndirdiyi fikirlərə münasibətdə qeyd etmək istərdik ki, sözü gedən layihə 9 mart 2026-cı ildən etibarən efirdə yayımlanmağa başlayıb və verilişlə bağlı hər hansı ödəniş məsələsi kanalın yeni rəhbərliyinin fəaliyyət dövrünə aid deyil. Eyni zamanda bildiririk ki, verilişin reytinq göstəricilərinin gözlənilən nəticələri verməməsi, eləcə də 2026-2027-ci il televiziya mövsümünə hazırlıq çərçivəsində şirkətin yenilənmiş strateji baxışı və proqram siyasətinə uyğun gəlməməsi nəzərə alınaraq, tərəflər arasında qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verilib deyə məlumatda bildirilib. Qeyd edək ki, aparıcı Könül Muxtarova Space TV-dən ayrılıb. Buna 3 aydır maaş ala bilmədiyini səbəb göstərib.